Salam dostlar, hoş gördük sizleri. Bugün yine efirdeyiz. Qapı Bazarı efirdedir. Bir sıra heyvanlar Qapı Bazarına çıxıb ki, məsləhətdir, saxlanmalı heyvanlardır. Bunlardan biri haqqında danışmaq istəyirəm. Bunlardan biri Xaçmazdadır, Xaçmazın özündə. Heyvanın videosunu sizə təqdim edirəm dostlar. Maşallah, Allah bərəkət versin. Saxlanmalı heyvandır, cavan heyvandır. İkinci qarına doğacaq. Heyvan sahibinin dediyinə görə heyvan birinci qarnında 10 litr süt verib. Bu da maşallah yaxşı göstəricidir. Qardaş bu heyvanı 2400 manata təklif edir. Saxlamaq məqsədi ilə alan qardaşla razılığa gələ bilər. Heyvan haqqında, ünvanı haqqında onu deyə bilərəm ki, bu həm Qubadan gələn qardaşlara da uyğundur, həm də Xaçmazda yaşayan qardaşlar üçün də uyğundur. Çünki heyvan Quba yolunun üstündədir. Xaçmazdan Quba yolu istiqamətində, yolun qırağında. Qardaşın telefon nömrəsini kim istəsə, kim bu heyvanla maraqlansa, mənimlə əlaqə saxlaya bilər. Həmin qardaşa telefon nömrəsini verə bilərəm. Bu heyvan alaqara cinslərdəndir. Simentalla alaqaranın qarışığıdır. 5 aylıq boğazdır. Artıq 6-cı aya gedir. Dosta qismət olmalı heyvandır. Dostlar, ekranın sağ küncündə gördüyünüz 8 baş dişi toğlu satılır. Damazlığa yararlıdır. Maşallah saxlanmalı heyvanlardır. İstəyən mənimlə əlaqə saxlaya bilər. Ünvan Xaçmaz rayonu Bəy Qışlaq kəndi. İstəyən qardaş mənimlə əlaqə saxlasın bu heyvanları. Bu heyvanlar birazdan bizim TikTok səhifəmizdə də çıxacaq. Allah alana, satana xeyir versin. Videoda sağ tərəfdə gördüyünüz heyvan bugün axşam balalayıb. Dostlar, maşallah yaxşı balası var. Kim istəsə, məsləhətli heyvandır, mənimlə əlaqə saxlasın. Ünvan Şabran rayonu. İstəyən qardaş mənimlə əlaqə saxlasın. Heyvan bu axşam balalayıb. Dostlar, bu heyvanı satıram. Satma fikrim var. Öz heyvanımdır. Damazlıq məqsədi ilə kim saxlamaq istəyirsə, mənimlə əlaqə saxlaya bilər. Əvvəlcədən onu deyim ki, qəssablar, bazarda alver eləyən qardaşlar, ümumiyyətlə, qazanc məqsədi güdmək istəyən hər kəs mənə zəng eləməsin. Bu heyvanı mən özüm üçün saxlamışam, yəni saxlamaq üçün. İndi biraz ehtiyac var, ona görə istəyirəm ki, satım. Yəni, qəssablığı da bacarırıq, bazarda alıb satmağı da bacarıram. Şükür Allaha alğı-satqı işlə də məşğuluq.
Yani kimse demesin ki bunu bazarda bu qiymətə sata bilməzsən və yaxud da ki bunun qiyməti budur. Şimdi ne demişim dostlar? 1 yaş 1 aylıq buzovlu, danadır. Hələ bir 2-3 ayda saxlamaq olar ki, mayalandırmaq üçün. $2000'e deyirəm dostlar. 2000'e. Yenə təkrar deyirəm. Pul qazanmaq istəyənlər, nə bilim, bunun əti bu qədərdir, kəssən bu qədər çıxacaq filan. Bu cür fikirləşən adamlarla alıb eləmək istəmirəm. Sırf kim əgər inandıra bilsə ki, özü üçün alır, onunla danışıqlar masasında otura bilərəm. Başqa qazanc götürmək istəyən qardaşlar, xahiş edirəm, narahat eləməsinlər, zəhmət çəkib gəlməsinlər, Allah işlərini avand eləsin, sataram, satmaram, saxlayaram. 125 kilo çəki qoymuşam. 16 manatdan da 2000 deyirəm. Düz 2000 manat pul deyir. 125 kilo. Saxlamaq məqsədi ilə kimsə alırsa, ondan razılaşa bilərəm. Nəsli Nəcabəti simentaldır. Anası Angusdur. Özü isə simental Angus mələzidir. Səhvədə nömrəm var dostlar, öz heyvanımdır. Öz heyvanımdır dostlar. Dosta qismət olmalı heyvandır. Telefonu yan tuturam ona göre ki, qoy dəqiq biləsiniz. Böyüklüyünüz alın. Düz tutanda heyvan biraz yekə görünür. Hər baştan deyim, onu da biləsiniz. Yan tutanda heyvan elə olduğu kimi görünür. Heyvan kesəni anadan olub 2024'te. Videosu kanalımda yayınlanıb. İstəyən baxa bilər. Həmin videonu bu videonun yorumlar qismində sabitləyəcəm. Buna da baxarsınız.